Dostlar salam. Sizlərdən gələn çoxsaylı istəkləri nəzərə alaraq bugün məchul növü izah eləmək istəyirəm. Və qeyd etmək istəyirəm ki, hansı şagirdlərin ki, məchul növdə problemləri var, həmin şagirdlərin əslində zamanla bağlı problem var. Çünki məchul növ elə də çətin bir mövzu deyil. Zamanı tam başa düşən şagird məchul növü rahatlıqla yaza bilir. Ona görə də əgər zamanlarla bağlı bir probleminiz varsa, xahiş edirəm onu əvvəlcədən həll eləyək. Və kanalda da yetərincə zamanlarla bağlı videolar var, əgər baxsanız tapa bilərsiniz. Bu videoda bütün məchul növ mövzusunu izah eləməyəcəm. Sadəcə dimdəki birinci bölməni, yəni məchulun birinci bölməsini, nəqli cümlənin məchul növə keçirilməsi hissəsini izah eləmək istəyirəm. Və bu video əsasən abituriyentlər üçündür. Çünki test üzərindən gedəsik inşallah. Məchul növün konkret bir düsturu var. Be plus verb 3. Biz bunun üzərindən gedəsik və be-ni əsasən dəyişəsik. Başlayaq. Deməli, məchul növdə birinci işimiz, müəyyən mərhələlər var ki, onları gözləməliyik və birinci işimiz mübtədanı çıxmaq olsun. Yəni, bizə məlum cümlə verilir, biz onu məchula çevirməliyik. Burada isə məlum cümlədə olan mübtəda bizdə testdə variantlarda olmamalıdır. Çünki məchula çevirəndə məlum cümlənin mübtədası ancaq və ancaq by ilə verilə bilər. Cümlənin əvvəlində işlənə bilməz. Deməli, testdə harda cümlənin əvvəlində həmin mübtədanı veribsə, onları çıxırıq. Və belə bir qaydanı da yadımızda saxlayaq ki, mübtəda yalnız by ilə, by da yalnız mübtəda ilə verilə bilər. Bəzən bizi çaşdırmaq üçün cümlənin sonunda by, amma mübtəda ilə yox, başqa bir, belə deyim də, tamamlığın yanında işte, tamamlığı by ilə verirlər və s. Yəni, mübtəda ancaq by ilə verilə bilər, by da ancaq mübtəda ilə verilə bilər. Bu bizim qızıl qaydamız olsun, bunu yaddan çıxartmayaq. Harda cümlənin əvvəlində də məlum növdəki mübtəda varsa, o variantları ilk növbədə çıxırıq. Növbəti etapımız, növbəti mərhələmiz tamamlığı tapırıq və gətirib cümlənin əvvəlinə yazırıq. Bəs tamamlığı necə tanıya bilərik? Bəzən şagirdlərimizin belə bir problemi olur ki, cümlə üzvlərini tanımırlar, ayırt edə bilmirlər. Mənim tamamlıq hansıdır ki, xəbər hansıdır ki? Niyə? Çünki bizdəki cümlə quruluşu deyil də. Yəni, cümlə quruluşu tamamən fərqlidir. Mübtəda gəlir, xəbər gəlir, tamamlıq gəlir, yer zərfliyi, zaman zərfliyi və s. Şagirdlər, bunu yadda saxlayaq ki, deməli, xəbərdən sonra gələn hissə tamamlıqdır. Və biz tamamlığı əvvəldə yazmalıyıq. Yəni, testdə variantlarda ilk gələn hissə bizim tamamlığımız olmalıdır. Belə bir sual ortaya çıxar ki, əgər bizdə iki tamamlıq varsa, o zaman nə edirik? Məsələn, give-di, show-du, bu tipli feillərdə məsələn, iki dənə tamamlıq olur. Məsələn, deyirəm ki, she gave me a flower. Burada a flower da bizim tamamlığımız ola bilər, me də tamamlığımız ola bilər. Bəs onu da nə etməliyik? Hansı tamamlığı biz əvvələ gətirməliyik? Hər ikisi doğrudur. Yəni, variantlarda bəzən hər ikisini də verir, sadəcə cümlənin zamanında fərqli olur, zamanları fərqli olur. Hansı düzgündürsə zaman olaraq, quruluş olaraq onu götürür. Yəni, tamamlığa, belə deyim də, ilişib qalmırıq ki, hə, tamamlıq görürsən, bunu mu götürməli? Onun hər ikisi ola bilər. Demək ki, hansısa cümlənin quruluşunda səhvlik var, biz onu tapmalıyıq. Bu, ikinci bir önəmli məsələ idi. Buna diqqət eləməyə çalışaq. Tamamlığı gətiririk cümlənin əvvəlinə. Bəs sonra nə edirik? Sonra to be-mizi, yəni məchul növün düsturundakı be plus verb 3-dəki be hissəmizi bizə verilən məlum cümlənin xəbərinin zamanında yazırıq. Biraz uzun cümlə oldu, amma həzmədə edə deyək, həzmədə edə öyrənək. Deməli, be quruluşunun, be-ni bizə verilən məlum növün zamanında yazırıq. Məsələn, belə bir cümləyə baxaq. Jane cleans the windows every week. Mübtədamız Jane-dir və variantlarda əgər Jane verilibsə, bu variantları çıxırıq. Jane verilə bilməz əvvəldə. Sonda by ilə verilə bilər. İndi burada tamamlığı tapırıq. Jane cleans the windows. Windows feildən sonra gələn hissə, yəni tamamlığımızdır. Xəbərdən sonra gələn söz bizim tamamlığımızdır. Gətirib Windows'u əvvələ yazırıq və cümləmiz hansı zamandadır? Cleans the windows. Cleans indiki sadə zamandadır. Deməli, burada be-miz əmizardan biri olmalıdır. Amma hansı? Biz Windows'u əvvələ yazdıq, düzdürmü? Tamamlığımız Windows'dur və Windows cəmdə olduğu üçün ar olacaq. Feilimizin də verb 3-ünü yazasıyıq. Feilimiz cleans idi. Qaydalı feil olduğu üçün verb 3-də cleaned olacaq. Are cleaned by Jane every week. Burada by Jane-i verə də bilərik, verməyə də bilərik. Bu, testi yazanda testdən asılıdır ki, yəni orada testdə varsa götürür, yoxsa problem yoxdur, səhv deyil yəni.
Every week qalan şeylər olduğu kimi qalır. Bu indiki sadə zaman idi. Başqa bir nümunəyə baxaq. We gave a present to our sister last year. Burada mübtədamız we-dir və hansı variantlarda we varsa onu rahatlıqla çıxırıq. Və bir şey də qeyd edeyim ki, əgər bizə verilən məlum cümlənin mübtədası şəxs əvəzlidirsə, by'dan sonra onu obyektə çevirməliyik. Niyə? Çünki belə bir qaydamız var idi əvəzdə ki, söz önlərindən sonra obyekt əvəzliyi gəlir, şəxs əvəzliyi gələ bilməz. Ona görə də by asla verə bilərik mübtədamızı sonda. Və hansı variantlarda we varsa çıxdıq, mübtədaları çıxdıq. İkinci işimiz tamamlığı əvvələ gətirmək olmalıdır. Yəni əvvəldə tamamlıq gəlməlidir. Və bu cümlədə əgər diqqət edərdinizsə, iki tamamlıq var. A present, our sister. İkisi də tamamlıqdır. Fərqi yoxdur. Hansını istəsək əvvələ gətirə bilərik. Əsas quruluşumuz, zamanımız düzgün uzlaşsın verilən cümləni. Mən gətirəm a present-ı əvvələ. A present cümləmiz hansı zamandaydı? Gave, keçmiş sadə zamanda. Deməli, be-imiz keçmiş sadədə olacaq. Be-nin keçmiş zamandakı formasını bilirsiniz. Was yaxud da were yazmalıyıq. Bəs bundan hansını yazırıq? Əvvələ tamamlığı gətirdiyimiz üçün tamamlıqla uzlaşdırıb yazmalıyıq. Yəni, a present təkdədir. Ona görə də olacaq was. Amma present olsaydı olacaqdı were. Və a present olduğu üçün was-u götürürəm. Və növbəti mərhələmiz isə verb 3 yazmaqdır. Verb 3 necə tapılır? Məlum növdə verilən cümlənin xəbəri feili, yəni keçir verb 3-ə. Yəni gave feilini verb 3-də yazırıq. Verb 3 dediyim participle to. Və burada participle to'su, gave'in participle to'su olacaq given. A present was given davamını yazırıq to our sister last year. Və yaxud da gəlin our sister əvvələ keçirək. Our sister yenə də təhdə olduğu üçün to be olacaq was, verb üçün yenə given, a present last year. Bu şəkildə dəyişir və sonda by us da deyə bilərəm. By us, amma last year sonda gəlir. Zaman bilirik ki, ən sonda gəlir. Bunu unutmayaq. Və bir də yenə də deyirəm, burada by'ın mübtəda ilə və mübtədanın by ilə işləməsi çox önəmlidir. Bəzən variantda hər şey düzgün olur, amma by'dan sonra mübtəda yox, başqa bir üzvü verir. Və yaxud da mübtədanı verir, amma by vermir, sadəcə as verir. Yəni, bu məsələyə xahiş edirəm, ciddi yanaşaq, çox önəmlidir. Hər şeyi düzgün götürüb, bir dənə burada səhv verilərsə, cavabımız səhv olmuş olur. Bayaq qeyd elədim, cümləmizin mübtədası şəxs əvəzliyə verilibsə, onu by'dan sonra verəndə obyektə çevirməliyik. Və eyni şəkildə, əgər bizim tamamlığımız obyekt əvəzliyi olaraq verilibsə, onu əvvələ keçirəndə isə şəxsə çevirməliyik. Məsələn, she called me yesterday. Baxın, burada she sona keçəndə olacaq her, me əvvələ keçdiyi üçün olacaq I. Gəlin bu cümləni məchula çevirək. Tamamlığım me-dir və onu əvvələ gətirəndə keçirdim şəxs əvəzliyinə. I və keçmiş zamanda verildiyi üçün was called olacaq. By her, by'dan sonra isə she-ni her-ə dəyişdim. Yesterday. Yəni bu məsələlərə diqqət edək. Çox xırda nüanslardır, amma şəxs əvəzliyi olmaz by'dan sonra və əvvələ gəlirsə də obyekt olmaz, çünki obyekt əvvəldə işlənir. Müxtəlif zamanlar üzrə məchul növün necə dəyişdiyinə baxaq. Məsələn, indiki sadədədirsə, be plus verb 3 düsturumuzdakı be-ni indiki sadədə yazırıq, əmizar plus verb 3 olacaq. Keçmiş sadədədirsə, be-ni yenə keçmiş sadədə yazırıq, was verb plus verb 3. Gəzir sadədədirsə, will be, shall be plus verb 3. Təbii ki, orada əmizar və yaxud da was were olması və yaxud da will shall olması bizə verilən tamamlıqdan tamamlığı gətirib əvvələ qoyuruq və baxırıq ki, təkdədirsə, ona uyğun bir şey yazırıq, cəmdədirsə ona uyğun bir şey yazırıq və s. Buna diqqət eləmək lazımdır. Davam edicilərdə, indiki davam edicidə əmizar, being plus verb 3 olur. Yəni burada, məsələn, indiki davam edicidə verilibsə, tamamlığımıza uyğun olaraq əmizardan birini yazırıq, being olduğu kimi qalır, being sabitdir, davam edicilərin məchulunda, plus verb 3 verilən feilin verb 3-ünü yazırıq. Gələcək davam edici ümumiyyətlə məchul növü yoxdur. Bitmiş zamanlarda isə, bitmiş zamanlar çox daha rahatdır. Ortada bir dənə bin əlavə edirik. Məsələn, has cleaned yerinə has been cleaned və yaxud da have been cleaned. Cümləmiz, məsələn, bizə verilən məchul növün cümləsi has-lə verilib,
Amma tamamlığımız cəmdə olduğu üçün have keçə bilər. Və yaxud da have-lə verilibsə, tamamlıq təhdidsə has-ə keçə bilər. Yəni bu olduğu kimi qalacaq deyə bir şey yoxdur. Məsələn, has cleaned verilibsə, have been cleaned də deyə bilərik, has been cleaned də deyə bilərik. Təbii ki, o bizim tamamlığımızdan asılıdır. Have yaxud da has olması. Amma ortada been sabitdir. Etmişlərdə mütləq ortada been olur. Modal feilli cümlələr necə məchula çevrilir? Deməli, burada yenə qayda eyni olaraq qalır. Mübtədanı atırıq, tamamlığı cümlənin əvvəlinə gətiririk. Modal feil plus be plus verb 3 olacaq. Yəni, modal feilimiz nədirsə onu yazırıq, heç bir dəyişiklik eləmədən. Be-ni yazırıq və bizə verilən modal feildən sonra verilən feili verb 3-də yazırıq. Vəssalam. Məsələn, deyirəm ki, she can send the letter. She can send the letter. The letter can be sent by her. Verə də bilərik, verməyə də bilərik burada by her. Yəni, dediyim ki, modal feil plus be plus verb 3 bu şəkildə olur. Başqa bir maraqlı məqamı qeyd eləmək istəyirəm. Əgər bizə verilən məlum cümlənin tamamlığı any'nin törəmələridirsə, anything, anybody, bunlardırsa, məchula çevirəndə cümlənin əvvəlinə gətirib yazmalıyıq. Axı biz bunu. Any və any'nin törəmələri də əsasən cümlənin əvvəlində işləmir. Ona görə də any'nin törəmələri, anything, nothing, əvvələ keçəndə olacaq no-nun törəmələri. Yəni, məsələn, nümunə üzərində baxaq. She doesn't know anything about this accident. Burada anything-i əvvələ gətirəndə olacaq nothing. Və nothing yazdığımız üçün cümlə inkar olmuş olur. Ona görə xəbərimizi təsdiqdə yazırıq. Was known. Nothing was known about this accident by her. Bu şəkildə olacaq. Yəni, deməli, tamamlığımız any'nin törəməsidirsə, cümlənin əvvəlində no-nun törəməsinə keçir və xəbərimiz təsdiqdə verilir. No olduğu üçün bir cümlədə iki inkar olmaz qaydasına görə. Cümləmizin mübtədası no-nun törəmələri ola bilər. Nothing ya da nobody və s. Bunlar verilərsə əgər mübtəda olaraq, o zaman sonda by-la nobody də verilə bilər, anybody də verilə bilər. Məsələ budur ki, biz həmən cümləni məchula çevirəndə xəbərimizi təsdiq verib by nobody verə bilərik və yaxud da nothing verə bilərik. Xəbərimizi inkar verib isə by anybody və yaxud da anything verə bilərik və yaxud da anyone verə bilərik. Bu cümləmizin xəbərinin təsdiq və ya inkar olmasına bağlıdır. Yəni cümləmizin mübtədası no-nun törəmələridirsə, by-la no-nun törəmələri də ola bilər, any'nin törəmələri də ola bilər. Bir nümunə üzərində baxaq. Məsələn, deyək ki, no one can answer the question. No one can answer the question. Gəlin bu cümləni çevirək. The question can be answered by no one. Təsdiq verdiyim üçün by no one verdim. The question can't be answered by anyone. The question can't be answered by anyone. Yəni, hər ikisi düzgündür. Sadəcə inkar götürürsə, by-la any'nin törəməsini işlədirik. Təsdiq götürürsə, elə olduğu kimi saxlayırıq, no-nun törəməsini işlədirik. Bu da yəni, qarşınıza çıxa bilər testlərdə. Bəzən verilir bizim mübtədamız no-nun törəməsi şəklində. Mürəkkəb tamamlıq cümlələrini məchula necə keçirə bilərik? Bəzən mürəkkəb tamamlıq cümlələri də verilir. Və burada 3 düstur əsasında öyrənmişdik. Daha doğrusu, hələ ki video hazırlamamışam, amma bilirik ki, 3 düsturumuz var. Make, let, live mürəkkəb tamamlıq, hissi qavrayış feilləri olanlar, bir də to'lu işlənənlər deyə 3-ə bölürük. Birinci başlayaq, make və let, live. Burada bilirik ki, düstur necədir? Make, let plus object əvəzliyi, obyekt əvəzliyi plus deməli, to'suz məsdər. Bunu tamamlığa keçirəndə birinci tamamlığımız olacaq. Sonra bizə məlum növdə verilən make və let-in zamanına uyğun be yazasıyıq. Sonra make və ya let-in verb 3-ünü yazırıq. Ondan sonra isə to'suz gələn o feili to'lu yazırıq. Baxmayaraq ki, burada make və let var. Burada məchula keçirəndə iki feil yan-yana gəlməz qaydasına əsasən avtomatik burada to yazmalıyıq. Bizə verilən mürəkkəb tamamlıq cümləsi hissi qavrayış feili ilə ifadə olunandırsa əgər, bilirik ki, bunlarda düstur necədir? Hissi qavrayış feili, obyekt əvəzliyi, ondan sonra ya ing ya da to'suz məsdər. Biz bunu necə çeviririk? Tamamlığa gətirib əvvələ yazırıq. Yəni, obyekt əvəzliyimizi nəzərdə tuturam və yaxud da hər hansı bir isim də ola bilər burada. Obyekt halında bir isim ola bilər. Onu gətirib əvvələ yazırıq. Ondan sonra hissi qavrayış feilimiz hansı zamandadırsa, be-mizi o zaman da yazırıq və sonra hissi qavrayış feilimizin verb 3-ünü yazırıq. Sonra isə əgər hissi qavrayış cümləmiz ing-lidirsə, ing-ni olduğu kimi yazırıq.
Əgər tuzsuzsa feilimizi tulu yazırıq. Çünki yenə deyirəm, iki feil tuzsuz yan-yana işləməz. Üçüncü düsturumuzda da yenə deməli hər hansı bir mürəkkəb tamamlıq feili, sonra obyekt əvəzliyi, ondan sonra tulu məzdər. Və bu tulu olan düsturda nə edirik? Yenə obyekt əvəzliyini əvvələ keçiririk. Ondan sonra verilən mürəkkəb tamamlıq feilimiz hansı zamandadırsa bini o zamanda yazırıq. Sonra isə mürəkkəb tamamlıq feilinin verb üçünü yazırıq. Daha sonra yenə tulu şəkildə tulu məzdərimizi yazırıq burada. Heç bir dəyişiklik olmur o qədər də. Deməli, sadəcə make-də və let-də dəyişikliyimiz oldu ki, obyekt əvəzliyini əvvələ yazdıq, mürəkkəb tamamlıq feilinin zamanında bimizi yazdıq və mürəkkəb tamamlıq feilimizi verb üçə keçirdik və orada feil tuzsuz idi, biz tulu yazdıq. Hissi qavrayışlarda da ing-dirsə ing olaraq yazdıq, ing deyilsə tulu yazdıq və üçüncü qaydamızda elə tulu olaraq yazdıq. Bu qədər. İndi isə gəlin bir neçə test nümunəsi üzərində öyrəndiklərimizi tətbiq etməyə çalışaq. 18-ci testə baxaq. Cümləmiz indiki bitmiş zamanda verilmiş bir cümlədir. Variantlara baxırıq. Birinci ay varsa onları çıxmalıdır. Heç bir variantda ay verilməyib. Birinci yəni tamamlığımız olmalıdır. Tamamlığımız her name'dir. Bütün variantlarda tamamlığı əvvəldə verib və əsas burada zaman məsələsidir. Have forgotten indiki bitmiş zamandır və indiki bitmiş zamanda məchul növümüz necə olurdu? Ortaya bin artırırdıq və bizim tamamlığımız təkcə has been plus verb 3, tamamlığımız cəmdirsə have been plus verb 3 şəklində olurdu. Deməli, have has'dən başqa bir şey verilən variantları rahatlıqla çıxa bilirik. Məsələn, A variantında was been, ümumiyyətlə was been deyə bir şey yoxdur. Bir başqa məsələdə indiki bitmişi was-la verə bilmərik. B variantında has been forgotten, bəli, tamamlığımız təkdə olduğu üçün have has-ə keçəcək və ortaya bin artırırıq və verb 3-ü yazırıq. C variantında her name təkdədir, amma have-lə verilib, ona görə səhvdir. D variantında isə had-lə verilib. Yadda saxlayaq, have has-ə keçə bilər, has have-ə keçə bilər tamamlıqdan asılı olaraq, amma heç vaxt have-lə verilən bir cümlənin məchulunu had-lə yaza, ya da has-lə verilmiş bir cümlənin məchulunu had-lə yaza bilmərik, ya da had-lə verilmiş bir cümləni have has-ə keçirə bilmərik. Çünki burada zaman məsələsi var. Biri indikidir, biri keçmişdir. Amma have-lə has arasında dəyişiklik eləyə bilərik. Çünki hər ikisi indiki zamandır. Y variantında da was ancaq keçmiş sadədə ola bilər və yaxud da davam edici, keçmiş davam edici olanda yanında being-lə ola bilər. Burada isə indiki bitmişdir, əlaqəsi yoxdur Y variantının. Cavab olur B variantı. 19-cu testə baxırıq. 19-cu testin zamanı 18-dən fərqlidir. Yəni, indiki davam edici zamandır. Birinci işimiz yenə də mübtədanı axtarmaq və əgər mübtədalar varsa, həmin variantları çıxmaqdır. Amma the police officer ilə başlayan bir variantımız yoxdur. Və bizim tamamlığımız doorbell, onu veribdir bütün variantlarda. Ona görə burada sıxıntı yoxdur. Deməli, biz əsas zamana fokuslanmalıyıq. Zamanımız is ringing, indiki davam edici zamandır. İndiki davam edici zamanda məchulumuz necə olurdu? Deməli, tamamlıqdan asılı olaraq əmizardan birini yazırıq. Burada da doorbell təkdədir, is olacaq. Ondan sonra ortada being mütləqdir. Davam edici zamandan verilibsə məlum cümləmiz being olacaq və verilən cümlədə verilən feilin verb üçünü yazmalıyıq. Ring feilinin verb üçü rang olacaq. Rank yox, rang olacaq. Ona görə də cavabımız B variantıdır. A variantı niyə olmur? A variantında is been, are been, was been, were been deyə bir şey ümumiyyətlə yoxdur, mövcud deyil belə bir şey. C variantında isə verb 3 yox, verb 2-ni verib, rank verib. D variantında zaten being yoxdur. Ümumiyyətlə being verilməyib və feili ing-li verib. Bu adi indiki davam edici zamandır. Y variantında isə tamamən mənasız bir şey verib. To be-dən sonra verb 2 ümumiyyətlə gəlmir. Yəni belə bir quruluş ümumiyyətlə yoxdur. Cavab olur B variantı. 20-ci testə baxırıq. 20-ci testdə you should follow all the instructions carefully. Burada modal feil verib, should verib. Və yenə də ilk işimiz, əgər mübtədanı veribsə hansısa variantda, həmin variantları çıxmaq olsun. A variantında you mübtədanı verib və demişdik ki, mübtəda baysız verilirsə, əvvəldə gəlirsə, səhvdir bu variantımız. Və ikinci işimiz, yenə də C variantında da you verib, onu da çıxırıq. Üzrlü sayın, diqqət eləməmişdim. Və ikinci işimiz tamamlığı tapmaqdır. All the instructions bizim tamamlığımızdır, əvvəldə gəlməlidir. Və modal feillərin məchulunu demişdik, necə olacaq? Verilən modal feili yazırıq, ondan sonra be yazırıq, verilən feilin verb üçünü yazırıq. Deməli, belə olacaq. All the instructions should be followed carefully.
cavab olacaq Y variantı. A və C variantlarını çıxmışdıq onsuzdakı. Bəs D variantı niyə olmur? Should-la verilibsə əgər məlum növ cümləmiz, burada should-u kənə keçirə bilmərik. Verilən modal feili olduğu kimi saxlamaq lazımdır. B variantında yenə də were-lə verilib. Biz were-lə keçmiş sadədə olanda verirdik ya da keçmiş davam edici olanda yanında being-lə verirdik. Növbəti testə baxaq. The cold weather had frozen the ground. Burada mübtədamız the cold weather-dır və variantlarda varsa onu çıxırıq. Deməli B variantını çıxdıq. Tamamımız the ground-dur. Onu qalanlarda əvvəldə görə bilirik və əsas məsələ zamanımız. Deməli keçmiş bitmişdə elə had olaraq qalacaq. Ortaya been artırırıq və frozen yenə də olduğu kimi qalır. A variantında had frozen verilib, been yoxdur. Yəni bu adi keçmiş bitmiş zamandır. B variantına çıxmışdıq mübtəda verildiyi üçün. C variantında was verilib. Had-lə verilibsə elə had-in özü yazılmalıdır, was olmaz. D variantında had been frozen by the cold weather. Bu düzgündür. E variantında isə has been frozen verilib. Yəni had has-ə, has had-ə keçə bilməz, zaman dəyişə bilmərik. Ona görə də düzgün cavabımız olacaq D variantı. 22-ci testlə davam edirik. Burada our nation bizim mübtədamızdır və B variantında mübtədanı görə bilirik. Ona görə B variantını birbaşa çıxa bilərik. Səhv variantdır. Və tamamlığımız the tragedy of Qocalı. Onu əvvələ gətiririk və burada gələcək zamanda məchulumuz necə olacaq? Will-in yanına be artırasıyıq və forget feilinin verb üçünü yazmalıyıq. Baxırıq ki, A variantında been yazıb. Will not been forgotten olmaz, be olmalıydı. B variantı onsuz da çıxmışdıq our nation-a görə. C variantında won't be forgotten ola bilər. Bu düzgün variantdır. D variantında isn't forgotten. Əgər bizə verilən cümlə will-dirsə biz onu is-nə yaza bilmərik. Gələcəyin məchulunu düzəltmək üçün will, be plus verb 3 yazmalıyıq. Y variantında isə keçmiş sadənin məchulu verilib. Burada isə gələcək sadə zamandadır verilən məlum növ cümləmiz. 23-cü testə baxırıq. I haven't seen them at the concert this week. Burada I bizim mübtədamızdır və A variantında I-ı görə bilirik. Ona görə A variantını birbaşa çıxırıq. Və tamamlığımız nədir? Them əvvələ gələndə olacaq they. Demişdik ki, tamamlıq kimi obyekt əvəzliyini əvvələ gətirəndə şəxsə çevirməliyik və themin də şəxs əvəzliyi they olduğu üçün ona görə də bütün variantlarda they verilib və davamına baxırıq. Haven't seen bu indiki bitmiş zamandır və tamamlığımız they olduğu üçün have has-ə keçməyəcək. Elə they olduğu üçün have olduğu kimi yazırıq. Sadəcə ortaya been əlavə eləyəsik. They haven't been seen deyəsik. B variantında been yoxdur. D variantında they-dən sonra has veribdir. Y variantında isə they-dən sonra had verib. Demişdik ki, have has-ə keçə bilər əgər tamamlığımız təhdədirsə. Ona görə D variantında tamamlıq təhdə deyil deyə keçmir. Y variantında isə have, had-ə keçə bilməz, zaman dəyişə bilməz. Deməli düzgün cavabımız olacaq C variantı. They haven't been seen at the concert this week. 24-cü testə baxırıq. My colleagues will take me to the party tomorrow. Burada cümləmizin mübtədası my colleagues-dir və C və D variantında mübtədanı verdiyi üçün bunları çıxırıq. Və tamamlığımız nədir? Me-dir. Obyekt əvəzliyi şəklində verilib və əvvələ keçəndə şəxsə dəyişirik. Olacaq I. I və zamanımız nədir? Will take, gələcək sadə zamandır. Bilirik ki, I-da shall deyəcəyik. I shall be taken to the party tomorrow. A variantı düzgündür. B variantında I will been olmaz ümumiyyətlə. C variantı və Y variantını mübtəda verildiyi üçün çıxmışdıq. Və D variantında da be yoxdur. I shall be həmçinin də take verib taken olmalıydı. Ona görə də düzgün cavabımız olacaq A variantı. Sonuncu testə baxırıq. We took him to the hospital yesterday. We burada bizim mübtədamızdır və D variantında mübtədanı görürük. Ona görə də D variantını birbaşa çıxırıq. Və burada bizim tamamlığımız himdir. Əvvələ gələndə təbii ki, he olacaq və zaman olaraq da took keçmiş sadə zamandır və bunu to be-ni keçmişdə yazırıq was, took-u da verb 3-də yazırıq taken. He was taken to the hospital yesterday. Cavab olacaq B variantı. Bəs A variantı niyə olmur? Was took verilib. Burada feilimizin verb 3-ü verilməli. Took yox, taken olmalıydı.
C variantında isə to be-miz indiki sadə zamanda verilib, halbuki bizə verilən zaman keçmiş sadədir. Ona görə to be-ni də keçmişdə götürməli idik. D variantında mübtəda verildiyi üçün çıxmışdıq. Y variantında isə was verilib, amma yanında been verilib, sonra taken verilib. Keçmiş sadə zamanda to be-ni yazıb birbaşa verb-üçü yazmalıyıq. Ümumiyyətlə də is been, are been, was been, were been deyə bir şey yoxdur. Bunu məchul növün qaydalarını yazarkən ən yuxarıda bir qeyd kimi yaza bilərsiniz ki, aldadıcı olmasın belə testlərdə. Deməli, burada düzgün cavabımız olacaq B variantı. Faydalı oldu. Hər kəsə uğurlar.